Cisim üfüqi səthi üzərində 20 Newtonluq qüvvənin təsiri ilə düz xətli bərabər sürətlə hərəkət etmiş olur. Yəni əvəzləyici qüvvəsi sıfırdır burada. Hansı qüvvənin təsiri ilə bu cisim 2 m/saniyə kvadrat tezlə düz xətli bərabər yeyinləşən hərəkət edər? Gəlin birinci hala baxaq. Şəkil 1-də cisim düz xətli bərabər sürətlə hərəkət edir. Yəni əvəzləyici qüvvəsi sıfırdır. Onda ilə F dartı qüvvəsi F sürtünmə qüvvəsinə bərabərdir. Deməli onda sürtünmə qüvvəsi 20 Newtondur. Gəlin indi ikinci hala baxaq. Eyni səthdir, eyni cisimdir. Sadəcə olaraq burada hərəkət düz xətli bərabər yeyinləşəndir. Deməli F əvəzləyici qüvvə bərabərdir, yəni MA bərabərdir. Sürtünməli səthdir, hərəkətin əksinə sürtünmə qüvvəsi təsir edəcək. F sürtünmə MA bərabərdir. F dartı yeyinləşən hərəkətdir. Yəni F dartı böyükdür F sürtünmədən. F çıxılsın, F sürtünmə. Bizə burada F qüvvəsini soruşur. Yazarıq F bərabərdir. MA üstə gəlsin F sürtünmə. Bərabərdir. Kütlə 5-dir. Kütlə 5-dir. Təcil 2-dir. Sürtünmə qüvvəmiz isə 20 Newtondur. Cavab 30 Newton.